salam. Bugün sizə müəyyən mövzular haqqında danışmaq istəyirəm. Müəyyən mövzu deyəndə xüsusi bir ağlımda bir mövzu var. O haqda söhbət etmək istəyirəm. Bu mövzu işdən çıxma barədədir. Həm özümə məsləhət olaraq, həm sizinlə söhbət məqsədi ilə bu videonu çəkmək istəyirəm. Hal-hazırda çəkirəm. Deməli, əgər sizin işiniz sıxıcıdırsa, gündəlik olaraq eyni şey etməkdən bezirsinizsə, işə qəbul olmamışdan qabaq bunu düşünməmişdinizsə, yəni mənim işim gündəlik olaraq eyni olacaq, eyni rutinlə mən işə gedəcəm, qayıdacam, həyatımı unudacam, ümumiyyətlə iş üçün yaşayacam deyə fikirləşməmişdinizsə, hal-hazırda yeni bir iş, maraqlı bir həyat, maraqlı bir iş fikirləşirsinizsə, yəni işdən çıxmamışdan qabaq bir neçə şey haqqında əməlli oturub papağınızı qabağınıza qoyub fikirləşməlisiniz. Fikirləşməlisiniz ki, hal-hazırda olan işim necədir və mənim bu işdən çıxmağımın səbəbləri nələrdir ki, sonradan geri qayıtma şansınız olmaya bilər. Sonradan peşman ola bilərsiniz. Ona görə bu haqda dəqiq fikirləşmək lazımdır. Çünki ola bilər siz bu iş üçün müəyyən zamanınızı xərcləmişsiniz, imtahanla daxil olmuşsunuz və ya müəyyən qədər pul verib daxil olmuşsunuz. Amma yəni həmin pula, həmin xərclədiyiniz zamana, yəni hər şeyi göz yumaraq həmin işi tərk eləməyə hazırsınızmı? Birinci özünüzə bunu sual verməlisiniz. Yəni hal-hazırda danışarkən cümlə qurmaqda çətinlik çəkə bilərəm, çünki bu videonu hazırlıqsız çəkirəm. Bu videonu çəkmək fikri ağlımda bir neçə gün əvvəl var idi. Onu daha da yubatmaq istəmədim və hal-hazırda həmin videonu çəkirəm. Saat da hardasa ona qalıb, elə olar təxmini. Ona işləyər ya ona qalar belə. Digər əsas məsələ isə işdən çıxdığınız halda sizdə nə qədər pulun olmasıdır. Ona görə də siz müəyyən dövrə qədər işləyərək, dişinizi sıxaraq, səbr eləyərək ehtiyat pul yığmalısınız ki, sizin işdən çıxdığınız müddət ərzində siz işsiz sayılırsınız və o müddətdə həmin pulla keçinə biləsiniz və yaxud işdən çıxaraq yeni bir iş qurmaq istəyirsinizsə, sizə daha çox pul lazım olacaq. Bunları nəzərə almalısınız. Mən bəzən yanacaq doldurma məntəqəsinin yanından keçəndə orada işləyən oğlanları görürəm. Bəziləri siqaret çəkir, bəziləri həyatından məmnun görsənir. Amma mən onlara baxanda sıxılıram ki, hər gün eyni işi görürlər. Hətta qazandığı pulları siqaretə verirlər, həmin pulları yığıb, həmin işi tərk eləmək əvəzinə elə bil ki, həmin işdə vəzifə artımı niyyətindədirlər. Mənə yəni bu belə işdə işləmək çatmır. Yəni mən orada işləyənləri pisləmirəm. Çünki nə vaxtsa kimisə pisləmişəmsə, həmin pislədiyim
başıma gəlib. Ona görə mən onları qətiyyən pisləmirəm. Sadəcə əgər bu videonu hansısa bir növbəli işlə işləyən biriləri dinləyirsə, yəni çox güman ki dinləməli, çünki videonun qarşılarına çıxma ehtimalı çox azdır. Əgər dinləsələr, yəni həmin işlə daimi qalmağı fikirləşməsinlər. Eyni zamanda marketlərdə işləyən qardaşlar var. Kassir və yaxud satıcı. Sadəcə iş üçün yaşamaq lazım deyil. Həyat çox dəyərlidir. Pul lazımdır. Düzdür, bizi elə bir sistemə salıblar ki, biz özümüzə vaxt ayıra bilmirik. Amma həyatımız çox dəyərlidir. Bəzən qınaqdan qorxuruq, bəzən pulsuz qalmaqdan qorxuruq. Bəzən əlimizdə olanın itiriləcəyindən qorxuruq. Qorxuruq da qorxuruq. Amma qorxmamaq lazımdır təbii ki. Yəni plansız, başıboş şəkildə də işdən çıxmaq lazım deyil. Bir planın olmalıdır, bir məqsədin olmalıdır. Başda dediyim kimi, bir səbəbin olmalıdır. Daha sonra işsiz qaldığın müddətdə səni təmin edəcək qədər pulun olmalıdır. Sən bunu qabaqcadan düşünməlisən və artıq və zərərli şeylərə pul xərcləməməlisən. Qənaətçil olmalısan, israf etməməlisən. Daha sonra isə növbəti addımı düşünməlisən ki, bu hal davam edə bilməz. Hər bir insan kimi mənim də ehtiyaclarım var. Hər gün 3 dəfə olmasa belə 2 dəfə qidalanmalıyam. Bu qidalanma da pul vasitəsilədir. Və uzaq məsafəyə gedirsənsə, taksi, avtobusdan istifadə eləməlisən. Bunlar da pul vasitəsilədir. Sən növbəti addımını düşünməlisən. Düzdür, bunu mənim yaşımda, 27 yaşda, 28 yaşda düşünmək insanı biraz qorxuya salır ki, mən artıq gec qalmışam, bu yaşdan sonra nə edə bilərəm? Eləsəydim, 16 yaşdan başlasaydım, daha çox şeyə nail olardım. Əslində isə bu fikir kökdən yanlışdır. Risk eləmək üçün, bacarmaq üçün yaşın önəmi yoxdur. Sadəcə bu problemi, bu məsələni beyində həll eləmək lazımdır. Ki, mən bunu eləyəcəm, mən bunu bacaracam. Amma yenə deyirəm, planlı bir şəkildə. Bunun üçün nə lazımdırsa etməlisən. Günü bugündən. Sabaha saxlamaq olmaz. Bizim əsas problemlərimizdən biri də işlərimizi ertələməyimizdir. Və həmin iş üzərində çox fikirləşməyimizdir. Fikirləşəcəyimiz müddətə müəyyən bir işə başlasaq, bu bizə daha çox fayda verər. İşini tərk edəndən sonra hansı istiqamətdə işə başlamaq istəyirsənsə, özünü hansı işlə görürsənsə, o yöndə özünü inkişaf elətdirməlisən. Yeni bacarıqlar qazanmalısan. Çünki səninlə eyni işi bölüşən yüzlərlə, minlərlə insan ola bilər. Sən onlardan müəyyən xüsusiyyətlərinlə fərqlənməlisən ki, önə gedə biləsən, uğur qazana biləsən. Bu həyatda. Yalnız bu həyat üçün keçərlidir bu. Onun üçün də çalışmalısan.
disiplinli olmalısan, motivasiyanı daim yüksək tutmalısan. Hətta belə bir söz var idi. Deyir, tənbəl olduğun vaxt bu sənə inananlara qarşı bir hörmətsizlikdir. Növbəti fikirləşməli olduğun və bunu özündə həll etməli olduğu məsələ psixoloji hazırlıqdır. Ola bilər ki, işdən çıxdığın vaxtda və ondan sonraki zaman ərzində planların istədiyin kimi getməyə bilər. Sən buna hazır olmalısan. Çünki hər şey istədiyimiz kimi geçsəydi, biz indi istədiyimiz yerdə olardıq və heç bir problemimiz olmazdı. Ona görə də bunları öncədən düşünməliyik ki, biz doğru mu eləyirik, yanlış mı eləyirik? Burada qalmağımız bizə nəsə qazandırırmı, yoxsa bizim ömrümüzdən alırmı, bizə ziyandırmı, zərərdirmi? Bu haqda fikirləşməliyik. Yəni, eyni olaraq, davamlı olaraq sən bu işdə qocalmaq, bu işdə təqaüdə çıxmaq, yaxud hər hansı bir işdə ömrünün axırına kimi qalmaq mı istəyirsən? Və ya sənə sıxıcı gələn işi tərk eləyib, öz sevdiyin işə yönəlmək mi istəyirsən? Amma bu işdən çıxmaq məsələsi bizi yanıltmamalıdır. Bəzən bizə işlədiyimiz iş sıxıcı gələ bilər. Amma ətrafımızda olan insanlarla, onların işləri ilə öz işlərimizi müqayisə elədikdə kimin işinin daha çətin olduğunu görə bilirik əslində. Bəlkə də bizim şikayətləndiyimiz iş kiminsə xəyalında olan işdir. Yəni deyirəm, burada nəzərə alınmalıdır. Bu işdə özünü rahat hiss edirsənmi? Bu iş sənə sıxıcı gəlirmi? Bu işdə olan ortam səni məmnun eləyirmi? Yəni ətraf, kollektiv. Bunları nəzərə almaq lazım. Və sənin hal-hazırdakı vəziyyətin səni bu işdə durmağa məcbur eləyirmi? Yaxud evlisənsə, evin ehtiyaclarını qarşılayırsansa, sənin bu riski almağın sənin üçün daha təhlükəli görsənə bilər. Çünki sən artıq tək deyilsən, ailən var və buna bir növ məcbursan. Buradan da belə bir nəticəyə gəlmək olar ki, bu riski evlənməmişdən qabaq almaq lazım. Bəzi insanlar, məsəl üçün, müəyyən bir maaş xətrinə kilometrlərlə yol gedirlər. Səhər gedirlər işə, növbəli sistem şəklində. Bir gün iş, bir gün ev şəklində çox uzun bir yol qət edirlər. Və həmin maaşa güvənərək müəyyən işlərin altına girirlər və yaxud uzun müddətli kredit mi deyək, ipoteka ilə deyək, ev alırlar və aldıqları maaşı həmin evin ödənilməsinə xərcləyirlər. Bu isə onların həmin işdə uzun müddətli məcburiyyət şəklində məcburən qalmasını təmin edir. Çətindir.
insanın öz problemi var və öz sıxıntıları var. Ona görə insan özünü ən yaxşı tanıyan, özü üçün ən yaxşını seçməlidir. Doğru olanı seçməlidir. Və bunu seçməmişdən qabaq bu işdə müəyyən bacarığı, biliyi, təcrübəsi olan insanlarla məsləhətləşməlidir ki, bunu eləsəm düzgünmü olar?